Marketinq sahəsinə yeni başlayırsansa, bu 3 əsas prinsipi mütləq bilməlisən. Birinci, hədəf kütləni dərindən tanı. Marketinqin mərkəzində məhsul yox, insan dayanır. Kimə müraciət etdiyini, həmin insanların ehtiyaclarını, problemlərini və qərar vermə səbəblərini bilmədən düzgün strategiya qura bilməzsən. İkinci, məhsulun dəyərini düzgün müəyyən et. Sadəcə nə satdığını deyil, İnsanların niyə məhz səndən almalı olduğunu bilməlisən. Məhsulun hansı problemi həll etdiyini və rəqiblərdən hansı xüsusiyyətinə görə fərqləndiyini dəqiq müəyyən et. Üçüncü və sonuncu, strategiyanı dataya əsasən qur. Marketinq hisslərlə və təxminlərlə deyil, nəticələrlə idarə olunur. Kontentlərin göstəricilərini, auditoriyanın reaksiyalarını və satış nəticələrini analiz et. Nəyin işlədiyini müəyyənləşdir və strategiyanı buna uyğun qur. Marketinqdə uğur sadəcə kreativ olmaq deyil, doğru insanı anlamaq, ona doğru təqdimatı etmək və nəticələri düzgün analiz etməkdir. Bəs səncə marketinqə yeni başlayanların ən çox etdiyi səhv hansıdır? Fikirlərini şərhlərdə yaz, hər birini oxuyacağam.